Salam dəyərli şagirdlər və valideynlər. Bugün səhifə 134 və 134 və 135-də olan ümumiləşdirici tapşırıqları işləyəcəyik. Kanalıma abunə olaraq da dəstək ola bilərsiniz. Başlayırıq birinci çalışmadan. Adi kəsir, onluq kəsir və ya faizlə verilmiş hissələri digər iki formada yazın. Birincə 0,67 verilib. Belə olduğu təqdirdə bu onluq kəsirdirsə, bunu adi kəsir formasında yazarkən yazırıq %67. Faiz şəklində yazarkən də 0,67-yi vururduq 100%. O da bərabərdir 67%. Sonra B variantına baxırıq 30%. 30% isə biz bunu adi kəsrə çevirirdik, edirdi 10/3. Onluq kəsir şəklində də yazsaq 0,3. C variantı %47 adi kəsirdir. Onluq kəsir şəklində yazanda 0,47 yazacaq. Faiz şəklində yazanda isə bunu biz 100%-ə vuracaq, eləyəcək 47%. D variantına baxırıq. 25/9 adi kəsir şəklindədir. Onluq kəsir şəklində yazmaq üçün hər tərəfini 4-ə vursaq %36 eləyəcək, yəni 0,36. Faizə çevirəndə isə 25/9-u vuracaq 100-ə, ixtisarcıdan da edəcək 36%. Yanına faiz işarəsini mütləq qoyarsınız. Y variantına baxırıq. 0,9 onluq kəsir şəklindədirsə, adi kəsirə çevirərkən 10/9 yazırıq. Faizə çevirərkən də 100%-ə vuraraq yazırıq ki 90%. F variantına baxırıq. Silirəm buraları. Deməli, onluq kəsir şəklində yazılıb. O zaman çeviririk 100-2, yəni adi kəsrə, edəcək 50/1. Və biz bunu faizə çevirərkən də vuracaq 100%-ə, edəcək 2%. C variantına baxırıq. 48 faizdirsə, hər tərəfini 100-ə, yəni faizləri ixtisarcısı 100-ə bölürük. Yəni %48, bir dəfəyə bunu %48 yazarsınız. Bu formada yazmasanız olar. Bu onluq kəsri olur, adi kəsri olur. Onluq kəsrə də çevirərkən 0,48 yaza bilirik. H variantında 5/3 adi kəsirdir. Hər tərəfini 2-yə vuraraq 10/6 yazırıq və 0,6-ya çevirəndə olur onluq kəsir. 5/3-ü 100%-ə vuranda da biz onu faizə çevirmiş sayırıq. O da edəcək 60%. İ variantına baxırıq. 80%. 80% isə biz deməli onu böləcək 100-ə, edəcək %80. 10/8. 10/8-dirsə bu edəcək 0,8. Adi kəsir şəklində də ixtisar aparsaq, edəcək 5/4. K variantına baxırıq. Bu hissələri silək. 3/75. Hər tərəfini 25-ə böləndə, daha doğrusu neçəyə bölək? 3-ə bölək. Bura eləyəcək 100, yuxarıda edəcək deməli 25. Və o da eləyəcək 0,25. Adi kəsri çevirdik onluq kəsrə. İndi bu onluq kəsirdən də 100-ə vuraraq faizə çevirəndə də edəcək 25%. L variantına baxırıq. 7% isə deməli biz bölürük 100%-ə. O da eləyəcək %7. %7 oldu adi kəsir. 0,7 yazanda da eləyəcək onluq kəsir. Bu qayda ilə tamamlayırıq biz. Məsələn, buranı kiçildim. Bu hissəni önə gətirim ki, ümumi görünsün. Hansı variantda? M variantında qalmışdıq, hələ deyim. Silirik. Deməli, M-də 180-də 90-dırsa, hər tərəfini 9-a böləndə 1, burada 20. Adi kəsir şəklində verir. Biz bunu onluq kəsirə çevirəndə, hər tərəfini 5-ə vuranda %5 eləyəcək. Yəni 0,5
5 deməkdir. Artıq biz 0,5 onluq kəsirində faiz çevirəndə edəcək 5%. N variantında 45-də 27 adi kəsir formasında hər tərəfini biz 9-a böləndə burada qalır 5, burada qalır 3. 5-də 3-ü hər tərəfini 2-yə vursaq eləyəcək 10-da 6. Yəni 0,6. Bu nədir? Onluq kəsir. 0,6-nı da 100-ə vuranda eləyəcək 60%. Bu da olacaq faiz şəkli. O variantına baxırıq 130%. Biz bu belə olanda böləcəyik faizə bərabərdir. Sıfırlar ixtisar gedir. 1,3. 1,3 onluq kəsir şəklindədir. Adi kəsirə çevirəndə də eləyəcək 10,13. P variantına baxırıq. Deməli, qarışıq ədəd formasında verilib. Biz bunu 4-də 7-yə, yəni adi kəsir olur. Üzrlü sayı şərtlər. Və sonra hər tərəfini 25-ə vursaq edəcək 175. Yəni 1,75. 1,75 onluq kəsir şəklindədir. 1,75 də biz 100-ə vuranda edəcək 175. Bu da faiz şəklindədir. Q variantına baxanda 1,2 onluq kəsir şəklindədir. Adi kəsirə çevirəndə 10-da 12 edəcək. Və 10-da 12-ni biz 100-ə vuraraq faiz hissə gətirəndə də edəcək 120%. Sonra 100-də 160. 1,6. Bu o elədir onluq kəsir. Bu adi idi. Bu onluq oldu. Və biz 1,6-nı da 100-ə vuranda edir 160%. Faizə çevirəndə də belə olur. S variantına baxırıq. 108 faizdirsə, deməli biz bunu böləcəyik 100%-ə. Bərabərdir 1,8. 1,8 onluq kəsir şəklindədir. Adi kəsirə çevirəndə də 108 eləyəcək. İxtisarlar aparanda hər tərəfini əvvəl bölək 2-yə, bura eləyəcək 50, bura eləyəcək 54. Bir dəfə də 2-yə bölsək, bura eləyəcək 25, bura eləyəcək 27. Və sonuncu T variantına baxırıq. 4-də 5 adi kəsir şəklindədirsə, hər tərəfini 25-ə vursaq bərabərdir 125, yəni 1,25. Bu etdi onluq kəsir. 1,25-i də biz 100%-ə yəni vuranda eləyəcək 125%. Növbəti çalışmamız ikinci. Sıralayın. Artan sıra ilə o tərəfdə isə azalan sıranı soruşur. Bu hissəni silək. Yazaq ikinci A variantı. Deməli 4-də 3-dür. 0,25-i biz %25 kimi yazıb hər tərəfinə 25-ə böləndə neçə eləyəcək? 4-də 1. 40%-də bu %40 deməkdir, elə deyilmi? Onu da hər tərəfini 4-ə böləndə hər tərəfini nəyə bölək biz bunun? 20-yə böləndə bu da eləyəcək 5-də 2. Əlimizdəki ədədlər, yəni 4-də 3, 4-də 1 və 5-də 2 oldu. Ortaq məxrəc kimi hər birini 5-ə vursaq, 5-də 4-ə vursaq, belə onda surəti də vururuq. Alacaq 20-də 6, daha doğrusu 20-də 15, 20-də 5, 20-də 8. Artan sıra ilə düzləyirsəm, azdan başlayırıq. 20-də 5, 20-də 5 yazırıq, 20-də 8, 20-də 15. İndi 20-də 5 hansı idi şagirdlər? Bu 0,25 eləməyən, bu 0,25-dir. 20-də 8 hansı oldu? 20-də 8, 5-də 2 idi. Yəni alt-alta düşəndə 5-də 2 olur. Yəni 40%. 40%. Sonucda 4-də 3. Ən böyüyü də bu olur. Bu hissəni silib o birisi varianta baxırıq. Yox, burada B variantda qalıb. Bir dəqiqə. Mən azalana baxacaqdım şey. Deməli B 0,25 ədədlərimiz 30%-də alt-alta yazın ki, itməsin. Və 2-də 3.
Buradan 0,25'i %25 kimi yazsaq, yəni 4də 1 edəcəyi məlumdur. 30%-i %30, yəni 10da 3 ixtisar aparsaq yazırıq. 5də 1-i 5də 1 kimi yazırıq. Bu da 2də 3. Və şagirdlər diqqət eləsəz, 2də 3 bir tamla alınır da, yəni bu bir tam 2də 1 deməkdir deyə bu ən böyük olacaq. Artan sıra ilə dediyindən bunu sonuncu hissəyə qoyacağıq, sonuncu yerə. Ortaq məxrəc olaraq biz götürürük 20-ni, 4-ü də 5-ə vururuq, 1-i də 5-ə vururuq. Burada hər tərəfi 2-yə vururuq, burada hər tərəfi 4-ə vururuq. Və buradan da alırıq, deməli 20-də 5, 20-də 6 və 20-də 4. Artan sıra ilə düzünləyəndə də deməli 20-də 4 gələcək, sonra 20-də 5 gələcək, 20-də 6 və ən sonunda 2-də 3. İndi 20-də 4 hansı idi? Yəni 5-də 1-dən almışdıq 20-də 4-ü. 20-də 5 0,25, 20-də 6 30% idi, 2-də 3-də elə olduğu kimi qalır. Növbəti azalan sıra ilə olan hissəyə baxırıq. A variantından başlayaq. Lövhəmizi silək. Deməli 60% bu artıq bilirik ki 10-da 6 deməkdir. Bu 10-da 7, o bir hissədə 10-da 3. Azalan sıra deyir. Ən böyük 10-da 7-dir. Yəni biz burada birinci yazırıq 10-da 7. Sonra 10-da 6, yəni 60%. Ən sonda da elə 0,3, yəni ən kiçiyi odur. B variantına baxırıq. Burada deməli bir tam var, bir də 145% var. Əslində tamlar var. Azalan sıra deyirsə, deməli ən kiçiyimiz 20-də 7 olacaq, tamsız hissə. Ona görə bu hissəyə baxmırıq. O bir hissəyə baxırıq. Deməli 1,5-də 2-ni olduğu kimi yazıram. 145 bölünsün 100 şəklində yazsaq, edəcək 1,45. Hər tərəfini 5-ə böləndə də bərabərdir 1,5-ə bölək, elə 5-ə bölək. 1,20-də 9. Elə deyilmi? 1,20-də 9 eləyəcək. Bir də 1,42-də yazırıq və hər tərəfində burada nəyə bölək? 2-yə bölsək 1,50-də 21. İndi buradan 1,5-də 2, 20-də 9. Əslində şagirdlər ilə məxrəci 100 olaraq saxlasaq yaxşı idi. Vururuq hər tərəfi 20-yə. Burada 1,100-də 40 eləyəcək. İkinci hissə ilə 1,45 idi. Bu da 1,42 idi. Azalan sıra ilə deyir. Deməli, burada ən böyüyü 1,45-dir. Yəni 145%. 145%-i birinci yazırıq. Sonra 1,42 olacaq. Yəni 1,42 bu hissə. Sonra 1,5-də 2 olacaq. 1,5-də 2 və ən sonda da 20-də 7. Növbəti suala keçək. Üçüncü suala. Bir dəqiqə videoya pauza verim. Deməli, verilmiş ədəd və ya cəmiyyətlərin umum faizlərini tapın. 35-in 20%. Deməli, o zaman biz nə edirdik? 35-i vururduq 0,2-yə ya da %20-yə. O da bizə verəcək 7. Növbəti 70 santimetrin 16%. Yəni 70 vurulsun 16 0,16 deməkdir. Ya da belə yaza bilərsiniz. 70 vurulsun %16 bərabərdir. İxtisarlar aparsaq sıfırlarımız buradan geçsin. 10 ilə 16 da 2 ixtisar edəndə burada qalır 5, burada qalır 8. 7 də və 8-in edir 56. 56-nı da biz 5-ə böləndə bərabərdir 1 tam. Deməli 6-da bir dəfə bir də 11 yazırıq. 11 tam, bir də buraya yaz. 11 tam
onda 56 bir dənə şərşlər. Bir dəfə 16-da 3 dəfə. 10-da da 2 dəfə. Yəni 13,2 alınacaq cavabımız. Sonra C variantına baxırıq. 24 metrin 75%. 24 vurulsun 75% artıq bilirik ki 4-də 3 deməkdir. Yenə də yazaq %75. İxtisarlar aparanda 25-ə bura qalır 3, bura qalır 4. O da bərabərdir. Buradan yenə 4 ilə də 24 ixtisar getsə, burada qalır 6. 6 dəfədə 3-ün bizə verir 18. D variantına baxırıq. 120 litrin 15%. Yəni 120 vurulsun 0,15 ya da yazırıq %15. İxtisar aparanda sıfırlarımız getdi. 10 ilə 15 hər tərəfini 5-ə bölündə burada qalır 2, burada qalır 3. 2 ilə də 12 ixtisar gedəndə 6. 6 dəfədə 3-ün edir 18. Növbəti sual. Hesablayın. 620%-nin 70%-ni deyir, tapın. Deməli, əvvəl 600-ün 20%-ni tapırıq. Belə də yaza bilərik. 600 vurulsun 0,2 vurulsun 0,7 ya da hissə yazırdıq. 600 vurulsun 20%, yəni %25-də 1 deməkdir. Belə yazırıq. O da 10-da 7 bərabərdir. 10 0 ilə 60-a 0 gedir. 5 ilə də 60 ixtisar gedəndə burada qalır 12. Yəni 12 vur 1 vurulsun 7. O da bərabərdir 84-ə. Sonra B variantına baxırıq. 160-ın 30%-nin 75%. Yəni 160 vurulsun 10-da 3, 10-da 75%. 75-in artıq faiz olaraq deyəndə 4-də 3 olduğunu biz bilirik. Yəni %75 hər tərəfindən 25-ə bölündə 4-də 3 bərabərdir. Deməli 160 ilə 4 ixtisar getsə, burada qalır 40. 40 ilə də 10 ixtisar gedəndə burada qalır 4. Deməli 4 vur 3 vur 3. 3 dəfə 3-ün 9, 9 dəfə də 4-ün 36. C variantına baxırıq. 240-ın 10%-nin, yəni 10-da 1 hissəsinin 80%, yəni 10-da 8. Yəni %80 ilə 10-da 8 deməkdir. Bərabərdir. İxtisarlar aparırıq. Bu sıfırlarla, daha doğrusu burada bir sıfır var. Onun sıfırından 240-ın sıfırı gedir. Burada ixtisar aparsaq 2-yə, burada qalır 4, burada qalır 5. 24-ü 4-ə vuranda edir 100, daha doğrusu 96. 96-nı da 5-ə böləndə bərabərdir. 9-da 5 bir dəfə, 46, 19, o da 2. 19 tam onda 2 verəcək. D variantına baxırıq. Deməli 10%-dir mi, yoxsa 70%-dir? Deyəsən 70%. 70%-i 2,1 ton olan maşının kütləsi. Bu artıq faizinə görə ədədi tapmaq idi. Yəni onda yazırıq 2,1 bölünsün 70%, yəni 0,7 bərabərdir 21 bölünsün 7 bərabərdir 3. Y variantına baxırıq. 2,5% 15 litr olan, yəni 15 bölünsün 2,5% deyirsə, 2,5 də %2,5 yazırıq daha yaxşı başa düşmək üçün. Bərabərdir 15 bölünsün. Bunu biz yazırıq 1000-də 25 bərabərdir. Hər tərəfinə elə bil 10-a vururuq. Bunlar 25 ixtisar getsə, burada qalır 40. Burada heç nə qalmır. 40 ilə də 15, 5 ixtisar gedəndə burada qalır 8. Burada qalır, üzr istəyirəm uşaqlar, burada hələ bölmədə qalmışıq. Biz bunu geri çevirsək. Deməli, bu hissədə qalır 40, 40-da 1. Yəni 15 bölünsün 40-da 1 deməkdir. 15 belə yazsaq, 15 bölü 40-da 1 bərabərdir. 15 vurulsun 40 deməkdir o da. 15 4-ə vuranda 6, bir də 0,
60, aha 600 elədi burada cavab. Deməli, növbəti F variantına baxırıq. 88% 44 cm. Yəni 44 bölünsün. %88, o da tərsinə vuranda 44 vurulsun. 88-də 100. İxtisar aparırıq. Burada qalır 2. 100-2-yə böləndə 50. 5-ci suala baxırıq. Deməli, 60 kilometri əvvəlcə 100% artırın. Bir dəqiqə şərhlər. Deməli, 60 kilometri 100% artırmaq elə olduğu 2 dəfə artmaq deməkdir də bu 60-ın. Bir dəfə isbat eləyək bunu. 60 vurulsun 100 bölünsün 100 bərabərdir 60. Deməli, 60 kilometr əvvəl 100% artırın, sonra alınan uzunluğu 50% azalın. 50% azaltmaq da onu yarıya bölməkdir, yəni 2-də 1-ə vurmaqdır, %50. Məsələn, biz 60 əvvəl 100% artıranda yazırıq 60 plus 60 bərabərdir 120. Onu da 50% azaldın demək, 120-nin yarısını tap deməkdir. Yazırıq 120 vurulsun 50-də 100. O da bərabərdir 60. B variantına baxırıq. 450 kiloqramı əvvəl 10% azaldın, sonra alınan kütləni 20% azaldın. 10% azaldınsa 90%imiz qalır eləmə. Yazırıq 450 vurulsun %90. Bərabərdir. Sıfırlar ixtisar gedir. 45-də 9-a vuranda 5 dəfə 9-un 5, 4 yadda. 36, 4 də yadda. 405. Və deyir ki, sonra alınan kütləni 20% azaldın. Yəni 405 vurulsun. 20% azaltmaq 100-dən 20 çıxırıq 80. %80 deməkdir o. Üzrlü sayın uşaqlar. Bunlar da 20 ixtisar olunanda burada qalır. 5 burada qalır 4. 5 ilə də 405 ixtisar edəndə burada qalır 81. 81-i də 4-ə vuranda edir 324. 6-cı kalkulyatorla hesablanacaq deyə öz işinizini, amma necə hesablamaq lazım olduğunu göstərim sizə. Deməli, bu qədər su var və bunun 2,5% şirin qalanı duzludur. Duzlu suyu soruşur. Onda biz nə edirik? Əvvəla 100-dən 2,5 çıxırıq ki, faiz olaraq duzlu suyun miqdarını tapaq. Üzrlü sayın şərhlər edir 97,5%. Və sonra siz həmin bu ədədi vuracaqsınız 97,5-ə. Yəni, məsələn, bura mən bir x yazıram, sizin özünüz kalkulyatorla yazarsınız. X vurulsun, yəni bura bir özünüz götürərsiniz də buranın həmin bu ədədi. X vurulsun %97,5. X vurulsun, hər tərəfə ona vururuq. 1000-də 975. Bu formada hesaplayarsınız. Əvvəl 1000-ə bölərsiniz. Ona görə 3 dənə 0 gedəcək. Sonra 975-ə də vurarsınız ki, rahat olsun. Sonra 7-ci. 2 usta birlikdə 30 masa düzəltmək üçün sifariş aldı. Bir həftə ərzində ustalardan biri bu sifarişlərin 30%-ni, digər 40%-ni yerinə yetirdi. Tamamlamaq üçün daha neçə masa düzəltmək lazımdır. Şərhlər qısa yoldan gedəcəm. Deməli, 30%, sonra isə 40% yerinə yetirilibsə, ümumi 70% yerinə yetirilib deməkdir. Nə qədər yerinə yetirilməyib, 100-dən çıxırsınız 70%. O da bərabərdir 30%. Onu da tapanda, yəni 30 vurulsun, %30 ya da 0,3. O da eləyəcək 9. Deməli, 9 masa tamamlanmamış qalıb. 8-ci suala baxırıq. Mebel mağazasında işləyən satıcının aylıq maaşı 600 manatdır. Mağaza rəhbərliyi ilə razılaşmaya əsasən o maaşdan əlavə satdığı mebellərin qiymətinin 2% qədər mükafat alır.
Satıcı mart ayında 24 min manatlıq mebel satarsa, o həmin ayda maaş və mükafatla birlikdə cəm nə qədər pul alar? Aha. Deməli, aylıq maaş 600 manatdır. Və mağaza rəhbərliyi ilə razılaşılır. O maaşdan əlavə də 2% mükafat alırsa, 600 manatın 2%-ni tapırıq. Yəni vururuq onu biz %2-yə. O da edir 12 manat. 12 manat da deməli mükafat alır. Ümumi alır 612 manat. Satıcı mart ayında 24 min manatlıq mebel satarsa, o həmin ayda maaş və mükafatla birlikdə cəmi nə qədər pul alar? Deməli, şərhlər, burada bir nüansa diqqət yetirməmişəm. Deyir ki, satdığı mebellərin qiymətinin 2% qədər, maaşının 2% qədər demirmiş. Buranı bir nəsə silirəm. Deməli, 600 manat öz maaşıdır. Satdığı mebel nə qədərdir? 24 min. O zaman 24 minin 2%-ni tapmaq lazımdır. Onu da bölürük 100-ə. Yəni 480 manat burada mükafat alır. Öz maaşı da 600-dürsə, 600-ün üstünə biz 480 gəlirik, edir 1080. Burada diqqətli olmaq lazımdır həqiqətən. Yəni mebellərin qiyməti deyir. Öz maaşının qiyməti demirmiş. 9. Gün ərzində bir bağdan 960 kiloqram meyvə yığıldı. Bu meyvələrin 25%-i alma idi. Almaların 40%-i şirə çəkilməsi üçün zavoda göndərildi. Zavodda 3 kiloqram alma göndərildi. Ümumiyyətlə əlimizdə olan 960 kiloqram meyvə var, elə deyilmi? 25%-i almadı. Yəni biz 960-ın 25%-ni tapırıq ki, almaların miqdarını tapaq. 25 də 100 ixtisar etdi, burada qaldı 4. 960 da 4-ə böləndə edir 240. 240 kiloqramı deməli almadır. Bu almalarında 40% şirə üçün çəkilməsi üçün zavoda göndərilir. Neçə kiloqram alma göndərilir? Yəni 240-ı da biz vururuq 40-a. 0,4-də də yaza bilərsiniz, %40 da yaza bilərsiniz. 24-ü 4-ə vuranda 96 eləyəcək. 96 kiloqram. Deməli 240 kiloqram alma var və onun 96 kiloqramı da zavoda göndərilir. 10-cu məsələyə baxırıq. Supermarketdə bayramla əlaqədar bütün mallara 7% indirim edildi. Bütün mallara deyir şərhçilər. Müştəri kassada 67 manat 89 qəpik ödəyərsə, kassada onun aldığı malların endirimdən əvvəlki qiyməti neçə manat idi? Şərhçilər bu nə demək istəyir? Deməli 7% endirim edilib. Yəni mal alınıb 93%-lə, elə deyilmi? Ümumi 100% idi. 7% endirim edilibsə 93% qalıb. Və 93% 67 manat 89 qəpik ödəyir. Bu deməkdir ki, biz faizə görə ədədə taparkən deyirdik ki, məsələn 93% 67 tam belə yazdım, 89 manat olan. Onda biz nə edirdik? 67 tam %89-u bölürdük %93-ə. Bu da bərabərdir. 67 tam %89 bölünsün 0 tam %93 bərabərdir. 6789 bölünsün 93. Vergüllər eyni sayda sağa sürüşür burada. Bərabərdir. Deməli 678-də 93 listəvə gedəcək. 7 dəfə hesablasaq. 7 dəfə bunu 6 hesablayaq. Deməli 6789 bölünsün 93. 7 dəfə 3-ün 21. 2 yadda, 7 və 9-un 63, 2 də yadda 65. 63, 65. Çıxanda 7, 2. 279-da da
3 dəfə. Deməli 73. İndi malın öz qiyməti nə qədər imiş? 73 manat. 7% endirimə düşdüyündən 67 manat 89 qəpikdə ödənilib. Növbəti 11-ci məsələ. Usta Əlinin maaşı 750 manat. Usta Həsənin maaşı isə 720 manatdır. Növbəti ay Usta Əlinin maaşı 8%, Usta Həsənin maaşı isə 10% artırıldı. Kimin maaşı daha çox oldu? Aha. Deməli, Əlinin maaşı 750 manat idi. Nə qədər artıb? 8%. Yəni, biz onu vururuq 100-də 108-ə. Bərabərdir. İxtisarlar aparırıq. Sıfırlar ixtisar getdi. Onunla da 75 5-ə ixtisar gedəndə burada qalacaq 2, burada qalacaq 15. 2 ilə də 108 ixtisar gedəndə burada qalacaq 54. 54-ü indi biz vururuq 15-ə. 6 yazacağım. 0 2 yadda, 5 də 5-in 25, 2 də yadda 7, 4, 5. 0, 1, bu da 8. Eləyir 810. Üzrlü sayın şərtlər 810. Deməli, 810 manat olub Usta Əlinin. Həsənin maaşı isə 10% artıb. 720 idi. 10% artmaq, yəni %110 kimi yazırıq bunu, vurulsun. Burada sıfırlarımız ixtisar olunur. Qalır 72 vurulsun 11. 72-yi də 11-ə vuranda edir, deməli 729. Daha doğrusu 792. 792 manatda olur Usta Həsənin. Hansında maaş çox olur? Deməli 810 manat maaş ilə Əlinin maaşı daha çox olur. Burada yazıram, Həsən qarışdırmayaq. Bu hissədə şərtlər, STEM dərsləri var. Bu artıq sizin özünüzə düşmüş bir işdir. Axtarıb araşdırmaq. Belə, bu qədər baxdınızsa, bura qədər baxdınızsa videoya kanala abunə olaraq daha geniş kütləyə çatmağa vəsilə ola bilərsiniz. Bir balaca sağlığımla qədər problem olduğu üçün videoları müəyyən vaxtlarda dayandırmalı oldum. Bunun üçün üzrlü sayın. Sağ olun, salamat qalın.